Həzrəti Əlinin həyatı. Həzrəti Əli kimdir? Elə bir müsəlman yoxdur ki, Əlini tanımasın və sevməsin. Təkcə İslam tarixçələri deyil, bir çox xristiyan tarixçələri də bu böyük, müdrik alim və qəhrəman haqqında geniş təliflər söyləmişlər. Həzrət Əli Peyğəmbərimizin sallallahu əleyhi və səlləm əmisi oğludur. İslamın zühurunda 12 il əvvəl və Peyğəmbərin Məkkədən Mədinəyə hicrətindən 23 il əvvəl, yəni xristiyanlıq dövrünün 599-cu ilinə təsadüf edən Rəcəb ayının 13-də Məkkədə anadan olmuşdu. Əlinin atasının adı Əbu Talib idi. Bu hörmətli şəxsiyyət atası Əbdülmütəllib və babası Haşim kimi Qureyş qəbiləsinin başçısı idi. Anası Fatimə Haşimin oğlu və Əbdülmütəllibin qardaşı Əsədin qızı idi. Deməli, Əli həm ata, həm də ana nöqteyi nəzərində Haşim adlı o pak və pak nəslindəndir. Atasının, anasının və babası Əbdülmütəllibi ardıcıl olaraq itirən Məhəmməd Peyğəmbər ona Allahın salavatı və salamı olsun, uşaqlığını və cavanlığını əmisi Əbu Talibin evində keçirdi. Əbu Talibin həyat yoldaşı Əlinin anası Fatimə ona sarsılmaz ana məhəbbəti göstərdi. Nəticə etibarilə Məhəmməd Peyğəmbər sallallahu əleyhi və səlləm həm əmisi Əbu Talibi, həm də bibisi Fatiməni çox sevirdi. Əbu Talibin 4 oğlu var idi. Hamısı əmi oğlu idi.